Karma nədir və həyatımıza necə təsir edir? Hamının dilində dolaşan bu sirli anlayışın əsl mənası nədir? Karma xüsusilə Hinduizm və Buddizmdə müxtəlif tərifləri olan bir anlayışdır. Nə əkdiniz, onu biçirsiniz deyimi, karmanın necə işlədiyinə dair gözəl bir nümunədir. Hinduizmə görə karma insanın zehni və fiziki fəaliyyətləri ilə bu fəaliyyətlərin nəticələri arasında olan əlaqəni ifadə edir. O yalnız indiki həyatımızı deyil, əvvəlki həyatlarımızda etdiyimiz hərəkətlərin nəticələrini və mənəviyyatımızdakı səbəb-nəticə zəncirini də əhatə edir. Buddizmdə isə karma daha çox niyyət və hərəkət arasındakı əlaqə kimi izah olunur. Yəni etdiyimiz hərəkət yalnız fiziki və şifahi olmur. Onun niyyəti də nəticəyə təsir edir. Bir sözlə eyni hərəkət fərqli niyyətlərlə fərqli nəticələr verə bilər. Karma anlayışı eyni zamanda insan psixologiyasına da təsir edir. Yaxşı niyyətlə etdiyiniz hərəkətlər sizin həyatınızda iz buraxır və zamanla qarşılığını verir. Məsələn, ehtiyacı olan birinə kömək etdiyiniz zaman bu hərəkət sizin üçün gələcəkdə faydalı təcrübələrə yol açır. Əksinə zərərli və pis niyyətli hərəkətlər isə mənfi nəticələr doğurur. Ehtiyac duyduğunuz vaxt kömək əvəzinə zərər görmənizə səbəb ola bilər. Karma sadəcə olaraq səbəb və nəticə qanunudur. Bəzən həyatın özündə karmaya inanmaq çətin olur. Güclü vəzifələrdə olan vicdansız insanların irəli getdiyini, xeyirxah insanların isə çətinliklərlə üzləşib erkən öldüyünü görəndə insanlar şübhə edir. Lakin karma yalnız gözlə görünən nəticələr üçün deyil, həm də insanın mənəvi inkişafı və daxili təcrübəsi üçün mövcuddur. Çətinliklər və sınaqlar da karmik nəticələrdəndir və çox vaxt insanlara həyatın idarə olunmayan tərəfləri ilə başa çıxmağa kömək edir. Karmanın növləri fərqli ola bilər. O, fərdi və ya kollektiv formada ortaya çıxır. Fərdi karma insanın öz düşüncələri, sözləri və hərəkətləri ilə yaranır. Lakin insanlar bir qrup halında hərəkət etdikdə, məsələn, bir dini qrup dua etdikdə və ya meditasiya etdikdə, əsgərlər silahdan istifadə etdikdə kollektiv karma yaranır. Karma həm də yaxşı və pis olaraq bölünür. Yaxşı karma başqaları üçün etdiyiniz xeyirli hərəkətlərin nəticəsidir. Pis karma isə qəsdən etdiyiniz zərərin nəticəsi kimi həyatınıza təsir edir. Əgər hərəkətləriniz davamlı ağrı və istirablara səbəb olursa, bu hərəkətlər mənfi və dağıdıcı sayılır. Əgər hərəkətləriniz xoşbəxtlik və rifah gətirirsə, onlar konstruktiv və müsbət hesab olunur. Karmanın 4 ölçüsü vardır. Onlardan Sanchita və Prarabdha ən çox bilinənlərdəndir. Sanchita karma təkamülə gedən karmanın anbarıdır. İnsanlar gözlərini yumub dərk etdikdə kainatın təbiətini anlamaq üçün bu məlumat anbarına sahib olurlar. Prarabdha karma isə cari ömrümüzdə qarşılaşdığımız təcrübələri müəyyən edir və çox vaxt yalnız idarə edə bildiyiniz qədərinizlə məhdudlaşır. Karmanın əsas prinsipləri çox sadədir. Kiçik hərəkətlər böyük nəticələrə gətirib çıxara bilər. Kiçik bir xoşməramlı söz başqasının həyatını dəyişə bilər. Əksinə, kiçik bir qəlb qırıcı söz qalıcı təsir göstərə bilər. Karma ötürülə bilməz. Hər birimiz öz karmik nəticələrimiz üçün məsuliyyət daşıyırıq. Təhlükəsiz və ya niyyətli hərəkətlər olmadan istədiyimiz nəticələrə nail olmaq mümkün deyil. Karmik hərəkətlər öz-özünə yox olmayacaq. Onların nəticələrini yaşamaq və ya mənəvi təcrübə ilə təmizləmək lazımdır. Bəs karma həyatımıza necə təsir edir? Buddist fəlsəfədə heç bir ali güc mükafat və cəza vermir. Siz sadəcə niyyətlə hərəkət edirsiniz və hərəkətlərin nəticələrini yaşayırsınız. Yəni, hər birimiz öz hərəkətlərimiz və nəticələrimiz üçün məsuliyyət daşıyırıq. Karma təsadüfi hadisələrə aid deyil. Yalnız niyyətli hərəkətlər və onların nəticələri ilə əlaqədardır. Karmaya inanan insanlar bu anlayış sayəsində daha möhkəm dostluqlar qurur, xoşbəxtlik və sülh tapır, çünki onlar qarşılığında yaxşılıq görmək üçün əksər hallarda yaxşılıq edirlər. Həyat nümunələri də bunun real təsirini göstərir.
Küçədə yaşlı birinə yol vermək, iş yerində dürüstlük və dəstək göstərmək, qrup şəklində xeyriyyə işləri görmək, bütün bunlar həm fərdi, həm də kollektiv karmaya təsir edir. Eqoist davranışlar və başqalarına zərər vermək isə zamanla mənfi nəticələr doğurur. Karma yalnız söz və hərəkət deyil, həm də niyyətlərimizin məhsuludur. Beləliklə, karma yalnız dini bir anlayış deyil, o həyatın səbəb-nəticə qanunudur. Yaxşı niyyət və hərəkətlər xoşbəxtlik gətirir. Pis niyyət və hərəkətlər isə çətinliklər yaradır. Karma həyatımıza hərəkətlərimizin, niyyətlərimizin nəticəsi kimi təsir edir. Bu təsir həm fərdi, həm də kollektiv səviyyədə hiss olunur. Həyat alma-vermə balansı üzərində qurulub. Balansı qorusan, yeni karma yaratmazsan və yolun daha aydın olar. Əgər bu mövzu sənə dəyər qatdısa, kanala abunə ol, videonu bəyən və dostlarınla paylaş. Sənin dəstəyin bizim işığı daha çox insana çatdırır.